Saçım kuruyar inşallah. Bugün bacımın nəvəsinin generasiyasıdır. İftar açmağa, oruçluğa düşür diye. İftar açmağa çağırıblar restorana. Gedəcəyik. Ne çekebilirim, görüm çekeceğim. O pusik. Uşağa pusik deyir. Biz pusiki görmək istəyirik. Görək. Pusiki bize qovuşaq. Ürəkdir ürək. Neyse hazırlaşım. Çekerim. Deməli, makyajımı eləyirəm. Tonalimi çəkdim. Şanelimi. İndi konsealer. Bir dəfə çəkirdim makyaj şeylərimi. Mən bu konsealerin adını tapa bilmirdim. Dedim, ay Allah, bu konsealerin adı nə idi? Adı nə idi? Buna nə deyirdilər? Nəysə. NYX'lərimdən istifadə etmirəm. Bugün Chanel'lərdən istifadə edirəm. Mənim keçmiş yəni ən ilk izləyicilərim bilirlər. Mən Chanel'i istifadə edirəmsə, deməli mənim üçün önəmli məclisdir. Çünki mən Chanel'lər həmişə ürəyim gəlmir həmişə istifadə etməyə. Deməli mənim üçün çox önəmli məclisdir. Önəmlidir, düzdür. Bəli, elədir. Çünki bacım qızının getdiyi ailə çox aristokratik ailədir. Mənim çox bəyəndiyim, çox hörmət etdiyim, çox elitar ailədirlər onlar. Ağır top məclisdir biraz, yəni belə başa düşdünüz də necə. Səviyyəli insanlardır onlar. Bacım qızı da elə. Oftalmoloqdur bacım qızı, göz həkimidir, yoldaşı da çox. Yəni səviyyəli oğlan, ailəsi də elə. Ona görə ora uyğun, mən yerinə həmişə uyğun hazırlaşmağa çalışıram. Ora uyğun hazırlaşıyor. Daha doğrusu hazırlaşmağa çalışıyor. Benim makyajımdan nə olacaq? Mən hara makyaj ara? Mən nə bilirəm makyaj nədir? Baxın, deməli tonalimi sürtdüm. Konsealeri sürtdüm. İndi Divaj'ın gözaltı pudrasını burada pudralayacağım. Sonra çenmen. Hiç ben çenlerimi çıkartmayacağım. Çenlerimi de çıkarım. Deməli, mənim qızımın, böyük qızımın bir xarakteri var. Hər şey var. Bir də ki, mama pupadan makyaj seti verdim, hədiyyə elədim. Universitet daxil olanda pupadan makyaj seti hədiyyə etdim. İçində nə istəyirsiniz var da, yəni tonalisindən tutmuş, rumiyanasından tutmuş, hamısı da jırni. Yəni ki, belə pigmenti yüksək olan. Çox yaxşı. Hər şey var da. Ondan başqa da bütün makyaj şeyləri var. İndi biz onu universitetdən götürəcəyik. Çünki çatmayacaq da. O gəlib çatsa bura, geyinəsi, hazırlaşası, biz onun dalıca, yəni biz evdən çıxası ucu gecikərik də. Ona görə də demişik ki, gəlib səni universitetdən götürəcəyik. İndi biz bu Uniyə getmək üçün hazırlaşdı. Nəysə də elə ora geyimi ilə hazırlaşdı. Dedi, mən deyəcək, bu niyə Zərzibonski geyinib? Nəysə də, dedim, başa salarsan da deyərsən. Makyajın da biraz belə, küt-küt biraz, yəni o da mənim kimi çox az makyaj eləyəndir. Nəysə, indi aşağıda makyaj edir, deyir ki, mama, nəyini tapmasan, bir ki, mənim bu makyaj kaşlığımda deyirəm ki, mənim şeylərim, deyirəm, səndən nə gəzirməm şey? Deyir ki, mən götürmüşəm də, deyirəm, niyə? Deyir ki, nəm lazım oldu? Deyirəm, yaxşı, mən indi sənin çantana girən deyiləm də, yəni makyaj çantana. Hövsələm də yoxdur. Nəyi götürmüsən, onda onları elə gözgün qabağında qoy, mən özüm istifadə edirəm də bilərəm. Bir də görəm çıxarır. Budur, odur. Baxdım, tonallimə qədər NYX'in tonallisini götürüb, pupanın tonnallisi var onda. Deyirəm, sən mənim tonallimi götürmüsən. Hə, deyirəm, niyə? Nə bilim, xoşum gəlir. Sən bu qədər makyaj şeylərim var. Hə, nə bilim, mama, yaxşıdan mama, hə, nə bilim, götürdüm. Baxıram, görüm, hər şey mənim imiş. Deməksə, bu hər gün düzdür, Gülvarı makyaj edir, amma deməksə, hər gün mənim şeylərimdən istifadə edirmiş. Dedim, sən canın yanmasın, qız, hər şeyi qoyuram. Qoyuram, mən bir də eşəliyib, axtarıb tapan deyiləm. Sən hazır qoy, mən kistiçkalarımı çıxaram. Rahat makyaj edim. Geyinmirəm, çünki koftan biraz kremovu rəngdədir. Ehtiyat edirəm. Heç necə geyinəcəm. Yəni pamadamı falan bir də nədir bu?
Fikirlərə sürtürlər. Adı yadımdan çıxdı. Adı yadımdan çıxdı. Tuş. O biçim bu tuşu sürtməyəcəm. Bir də ki, pomada sürtmək istəmirəm ki, koftaya birdən sürtülər də geyinəndə. İndi gözümün üstünə mən həmişə, как всегда, розовый. Çox açıq, sadə rozovay. Ay da, kisənin düşməsi şimdi şaşaram mən. Ay, yaxşı düşmədi. Daha doğrusu sürtülmədi. Başa, yoxsa ki mən öldür onu üzümə, gözümə sürtə bilməzdim. Takıntımı bilirsiniz. Göz makyajım bitmək üzrədir. İndi əziz izləyicilərim, sizə bir söz danışmaq istəyirəm. Deməli, mən indi bugün axı restorana gedirəm deyə yemək bişirməyəcəm, yemək hazırlamayacam. Restorana gedirik də bugün, belə deyil. İndi mən sevinirəm ki, mən bugün, yəni qazın qabağında qalmayacam da. Yəni bir gün mən qaz qabağında qalmayacam. Mən şükürlük olmasın, Allahıma çox şükür, həmişə ruzu yedirsin Allah. İndi o mənada demirəm. Yəni indi danışıram gülün. Deməli, yoldaşım axşam gəlib dünən deyir ki, bu şeylər var, südləri plastik qablarda indi sok qablarında buzlandırırlar da süd satanlar. Çünki çürüməsin də, yəni onu əvvəllər yayda eləyərdilər, qışda eləmirdilər. İndi qışda da eləyirlər. Nəysə, çox qalsın deyə bəlkə də. İndi uzun sözün qısası, yoldaşım da rayondan süd gətizdirib. 2-dən 2 litrlik belə. Gecə gəlib deyir ki, axşam deyir ki, bəs buz daş. Deyir ki, bunları bişir. Deyirəm, bişir? Bunları mən nətər bişirib? Bu daş kimidir bunlar. Deyir ki, hə, donsun ki, gözlə açılsın, bişir də. Deyirəm ki, axşam nə vacibdir? Deyirəm, yox, mən onu qoyacam buzxanaya, sabah bişirərəm. 2 dənə də əcəb almışsan. Deyir ki, tapşırmışdım camış südüdən. Bax, bu camış südüdür, bu inək südüdür. Camış südündən qatıq çal. İnək südünü içməyə saxla. Bunu belə elə, onu belə elə. Gördüm, sabaha mənim üçün planı qurub. Planı qurub ki, sabah mən boş qalmayayım, nə danışırsınız? Mən boş qalanda mənim kişim, nə bilim də, bu yeli babalar gəlir, biz batır. Dedim, mən baş üstə, yaxşı, sabahımın planı qurub. İndi bugün durmuşam səhərdə. Gecə buzxanaya basdım, neyniyim mən? Onun mümkün deyildi, yəni elə, necə deyərlər, bişirmək. Görəm, mən gecə o başlana qədər oturaydım. Mən də o başlanda yemirəm də, yeyə bilmirəm, heç vaxt yemirəm. Ancaq su içirəm. Nəysə, götürdüm, çıxartdım sübdən. Kiçik qızım məktəbə gedirdi. Tezdən onu duruzdurmuşam, özümdə çıxartdım onu. Çıxartmışam. Biraz otaq temperaturuna düşsün ki, mən onları kəsə bilim də, yəni. Kəsim, ya da axşama qədər geri gözləyəsən ki, vapşı açıla. Kəsim ki, bu buzları çıxarım da töküm. Nəysə, gözlədim, biraz açıldı, uşaq məktəbə getdi, gəldi, sonra oğlanı mənim yanına apardım, elədim, gəldim, ondan sonra başladım bişirməyə. Bu qazanda bunu bişirəcəm, o qazanda onu bişirəcəm. Sonra qatığı indi çalıram. Gördüm, yox, mən hər gün mütləq deməli, mən qaz qabağında kişi məni görməsə, rahatdır ki, mən ona iş tapmışam. Bugün işləyəcək. Axır, yəni qazı yandırdım bugün. Axır ki, mən o südləri bişirdim. Qatıq da çaldım. Belə çaldım ki, gedəndə, gedənə qədər gəlsin ki, bəs mən artıq onu qoya bilim xaladenik, soyuducuya da yəni. Dedim, bizim kişi dözə bilmir də, mən birdən bu günləri, özdə indi baxın, maşına minəcəm. Nə deyəcəm mən? Deyəcək ki, bugün yorulmuşam, nə yorulmuşsun, neynəmişsən ki, xorayla bişirməmişsən. Güya xoray bişirdiyim günlər, yəni iftar açırıq, indi özdə pervası iftar oyu, bunu gidiyin, o yemir, onun gidiyin, bunu yemir, bunun gibi, böyük qızım da oruç tutur deyə çalışıram ki, onu da ürək istəyən yemək olsun ki, uşaq, yəni sevinə-sevinə yesin də. Nəysə o şimdi, belə danışır ki, güya ki, adi vaxtda bu mənə deyir ki, hə, bugün sən xoraya bişirmişsən, yorulmuşsan da.
Belə deyir də. İndi deyəcək ki, xörək bişirməmsən ki. İndi sual verən lazım ki, xörək bişirdiyim gün deyirdin ki, yorulmusan, hədə bugün yemək bişirmirsən. Belə də olanda deyir ki, yeməkdir də, onu hamı bişirir də, bişirməlisən də, borcundur da. Mən həmişə deyirəm ki, bilmirəm, siz də məndən eyni fikirləşirsiniz, eyni düşünürsünüz, yoxsa. Mən həmişə deyirəm, bunu ömrümün sonuna qədər də deyəcəm. Deyirəm ki, əgər dünyaya evlad gətirmək kişilərin boynuna olsaydı, inanın mənə, bu dünyada hər ailənin bir dənə uşağı olardı. İkincisini heç vaxt dünyaya gətirməzdilər. Və yaxud da ki, elə ailələr olardı, başqa uşaqsız qalardı. Yəni, kişilərin hünəri deyil, evlad dünyaya gətirsin. Nə bilim, onu 9 ay qarnında daşısın. Oho! Çox çətin şeydir kişilər üçün o. Mən deyirəm ki, Allah bilib, ay, niyə uçdu göyə? Hə, yox. Hə, Allah bilib, bunu qadınların boynuna qoyub. Deyib ki, yox, qadınlar, siz dünyaya gətirin uşağı. Çünki mümkün deyil. Mən həmişə deyirəm bunu. Həmişə də deyəcəm ki, əgər kişilərin boynuna olsaydı, kişilər, inanın mənə, bir dənə uşaqdan artıq dünyaya gətirmə deyərlər. Nə? Allahım, bu nəymiş? Onu ilə 9 ay qarnında daşımaq üzr istəyirəm sizdən. İndi bəlkə məndən böyükləri izləyər bunu. Yəni, asad deyil də. Ona görə yaxşıdır ki, qadınlar dünyaya uşaq gətirir. Sonra deyirlər ki, nə olub axı? Bizimki nə deyir? Deyir ki, dünyaya gətirirsiniz, sonra kişilər ömür boyu saxlayır da. Yəni, bir dəfə əziyyət çəkirsiniz, biz isə ömür boyu əziyyət çəkirik. Belə başa düşürlər də, elə düşünürlər. Mənə lap yaxşı, lap gözəl. Sən belə düşünürsən, elə belə düşün. Nə bilim, valla. Qəribədir. Nəysə, başınıza ağrıtmayın. Geyinəndən sonra da, nədən sürtdüm? Bundan sürtdüm. Geyinəndən sonra da sizə çəkərəm. İndi mən demək olar ki, gözüm bitdi. Belə mən bilirsiniz də. Bu qədər. Maksimum budur. İndi qalıb gözaltı pudram. Gözaltı pudranı çəkə bilərəm. Çeynələri də götürürüm. Bunları yığışdırırım. Bilirsiniz mənim kəsməyə gedən getmək üçün işlərim kosmetiçkamdır. Deməli, indi mən gözaltı pudra, bəs bunu sürtürəm. Ay, bu deyil də. Bu. Konsilerdən sonra gözaltı pudrası vururam. Bunu biraz böyük şotka ilə vururlar. Mənə isə bu rahatdır. Çünki istədiyim hər yerə vururam. Deməli, o günləri Tülin Şahinin proqramına baxıram, bazar günləri verir. Bilmirəm, siz də baxırsınız, yoxsa yox. O, makyaj şeylərlə zadından axırda da danışır. Bunu necə tətbiq edin, onu necə tətbiq edin. Bunu necə sürtün, onu necə sürtün. O, deməli, gözaltı kremi bilirsiniz necə dedi. Dedi ki, gözaltı kremi gözün altına sürtməzlər. Bura sürtürlər, bu almancıq sümüyünə sürtürlər. Sonra onu belə yayın. O, buradan sovuracaq onu. Çünki bura nazikdir, sovuracaq. Onda effektli olur. Burada sürtəndə belə yedizdirin. Həm masaj eləyin də, yəni yuxarı qalxsın qaşınız. Həm də ki, daha effektli olur. Bir dəfə elədim, sözün düzü, mən gözaltı kremimi bir dəfə o cür sürtdüm ondan eşidəndən sonra. Göz altında heç bir şey hiss eləmədim, amma adi vaxtda gözaltı kremini sürtəndə gözümün altına sabahı gün mən orada belə çox ipək kimi görürəm ki, ipək kimi oldu ora. Bir də bu makyajımdan əvvəl mən nəmləndirici kremimi vurdum. Vurdum sonra, ay, nəyim çox götürdü bu. Vurdum və sonra gözlədim ki, çəksin canına. Vururlar, sonra tez makyaj edirlər. Yox, mənim də olmaz belə də çox makyaj edənlərdənəm belə şey deyir. Nəysə, uzun sözün qısası bitirim, danışarıq. Geyimim belədir, belə koftam, şalvarla. Deməli, bu koftaya da belə buraya taxmadım, heç bu abrıçanilərim. Bu da belə üzüklərim, bir də belə muncuq
Sırğamı taxdım. Siz belə bilmirəm görünür yoxsa yox. Tam düşür yoxsa yox. Belə hazıram artıq. Üstgeyimi geyinim, yoldaşım burada çıxıb gəlir. Sonra gedirik qızımı götürməyə. Pomadamı da sürtdüm, makyajımı da bu yaxından çəkim. Bilməm, işıq necə düşür, hardan düşür. Makyajım da belədir. Saçımı da darayacağım, istiyor. Makyaj da belə. Bilirsiniz, az çəkirəm mən makyajımı. Bir də ki, mən makyaj etdirməyə getmirəm heç vaxt. Bilirsiniz niyə? Əvvəllər gedərdim. Həmişə peşman çıxardım, ağlamağa qalardım. Gələrdim evdə biraz azaldardım, nə bilim. Ailəmi qatardım da bir-birinə. Sonra tərk etdim, ancaq özüm etməyə başladım. Da onu mən göstəriş verəcəmsə, bunu belə çək, bunu belə çək, bunu belə çək, bunu belə yox, onu belə yox. Elə özüm çəkərəm də. Niyə? Çünki mənə mat rənglər gedir, belə pastel tonlar gedir. Yəni çox belə fış-fışa rənglər getmir. Öz üzümü də çox yaxşı tanıyıram deyə. Bacardığım qədər belə çəkirəm. Mən qane eləyir, bilmirəm. Mən toylara da gedəndə, belə rajdeniyalara falan, belə veçərlərə gedəndə də bu məni qane eləyir, bəs eləyir. Bilmirəm, bizi bəyəndiniz, xoşunuza gəldi, yoxsa burada işıq bilmirəm necədir. Nəysə, o şimdi belə. Belə. Bu da mənim məstanım. Krasavitsa. Кто-то пытается ломиться в чешуйку. Da, olabilir. Nəysə, belə. Yolla, ayak yoluyla. Böyle bu orada Milli Arxiv Karl Marx'tır. Milli Arxivdən sonra 20 dəqiqə Havaya baxın, nə vaxt çatır. Emişin adını yazdırırlar. Havaya baxın. Saçımız, başımız, kropkalar adamın bütün əsəblərini oynadır, sizə deyim ancaq. Bütün nervlərimizi, bütün əsəblər, mənim də saçımı darıyasam, bütün əsəblərimizi oynadım. Nə vaxt çıxmışıq evdən, hava işıqlı, vaxtında gələk çataq. Rajdeniya sahibi özü deyir ki, indi gəlib çatmışıq biz. Hələ evləri gənclikdədir, yaxındır bu Cıdıra. Cıdır restoranda, yəni yaxındır. Baxın, bunlar da elə indi gəlib. Biz qurgulamadığımız yer qalmadı. Bütün, yəni ki, gəlib restorana çatana qədər çox yorulur adam uşaq. Şərmə var. Gedək. Bunu saxlayacağım. Sonra çəkin. Oturun. Aksesuarlarımı değiştirdim. Bunları tanıdım bana. Ona hoş geldin.
Gedirik. Gözəl keçdi. Çox yaxşı keçdi. Çox əla. Qırmızı xalı da səriblər bizə. Davay bıstra. Gedirik. Qırmızı xalı da sərib. Bilirsiniz mən makyaj problemi yine foşur yudum. Geldim. Başladım losyonla silmeye. Sonra gittim bir de sabunla yudum. Nerede o losyon da kalmasın. Yüzümde. Общем, zar təmizlədim üzümü. İndi elə rahatam. Siz yaxşı keçdi, çox yaxşı keçdi. Allah hamının balasına qismət eləsin. Hamıya qismət eləsin. Uşaq da belə mili uşaqdır. Heç mənim uşağım uşaq vaxtı o konsert verirlər. Ama bu uşaq belə uşaq deyil. Ürəkdir. Çalışdım özümü çəkim. Oynayanda biraz bacımı çəkdim. Belə çox çəkmədim. İnsanlar düşməsin. Uşağı da çəkmədim. Bəlkə yani istəməzlər. Plus da ki düşmək istəməyən bəlkə insanlar var. Niyə hamını çəkim? Ona görə biraz üzürlü sayın. Çalışdım. Özümü ben bu gül camalımı gördünüz. Özümü çəkdim. Belə deməli elə xəstələnmişdim, elə soyuqlamışdım dediyim kimi. Yəni ki çəkə bilmirdim. Ona görə də bir kamera arxası videolarım var idi. Mən onu hələ çox yəni yığacaqdım. Biraz dəqiqəsi çox olsun deyə belə yığırdım. Sadəcə olaraq gördüm ki xəstəyəm, heç cür nə çəkə bilirəm, nə də ki bir şey yəni montajlayıb yükləyə bilirəm. Ona görə o videonu 2 dəqiqə neçə saniyəlik videoydu. Onu yüklədim ki YouTube'un boş qalmasın, üzürlü sayın. İndi yenə şükür Allah'a sağaldım. İndi başladım. Bacım da bugün mənə qorxutdu, dedi ki oruç tutursan. Dedim ki hə, dedi ki bəs doktorlar televizorda barbar bağırır ki yəni ki səhəti biraz zəif olanlar tutmasınlar. Çünki immunitetləri düşür aşağı. Ondan sonra bütün xəstəliklər baş qaldırır. Bəlkə sən ona görə belə xəstələndin. Çünki çox möhkəm xəstələndim. İnan hələ də özümə gələ bilmirəm. Baxmayın mənim orada belə oynamağıma zar otururdum, dururdum. Neysə də zəifliyim qalıb yəni. Tutma. Qorxutdu məni. Sən ona görə belə olmuşsan, 100% ona görə belə olmuşsan. Allah pisləşəcək. Bəsdir də, ürəkləndirməkdə mən biraz da dəli elədim. Deyir ki, düz deyirəm də, mənim səhətim də yəni belə çox da yaxşı deyil də, yəni ümumilikdə belə çox sağlam adam deyiləm. Nə bilim, dedim ki, Allah kömək olar, hər il çünki tuturam da, mən bir ay hər il tuturam da. Mən həmişə tutmuşam, özündən hoqqa çıxarırsa. Nə bilim, nəsə qorxutdu məni, amma tutmağa davam. Allah eləməmiş, görsəm ki, özümü çox pis hiss eləyirəm, yəni çox bərbad vəziyyətdəyim. Əlbəttə ki, dəli deyiləm ki, Allah deməyib ki, öz canıma qəsd elə. Təbii ki, elə tutmaram. Nəysə, belə həmişə xoş günlər olsun. Sizə xoşbəxtliklər arzulayıram. Əgər izləməyə alsanız məni, izləyicilərimə çox təşəkkür edirəm. Bugünə qədər izlədikləri üçün, izləmədən çıxmadıqları üçün. Ən başda. İkinci, bu video kimin qarşısına çıxıbsa, izləyibsə, sona qədər izləyirsə, izləməyə alsa məni çox sevindirər. Savab iş görər, birini sevindirir, havayı, pulsuz, parasız. Pisdir, yaxşılıq edir. Yox, əgər izləməyə almaq istəmirsə, canı sağ olsun. Canı sağ olsun. Nə deyim, məcbur eləyəm mənəm ki. Belə.
Hamınıza xoş günlər arzulayıram, xoş Ramazanlar. Canımız sağlam olsun. Hamıya Allah ruzu bərəkət yetirsin, süfrəmiz bol olsun. Allah yetirsin, təki canımız da sağlam olsun, bişirək, düşürək. Xoş günlər qismət eləsin Allah. Öpürəm hamınızı. İzlədiyiniz üçün çox sağ olun. Bəyəndiysəniz isə like-a toxunun.